Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Azərbaycan və Latviya arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi təsdiq edilib. Xəbər verilir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan-Latviya hökumətlərarası komissiyasının Azərbaycan tərəfindən Həmsədri Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov təyin edilib. Xarici İşlər Nazirliyi bu sərəncamın birinci hissəsində edilən dəyişiklik barədə Latviya Respublikası tərəfindən bildiriş göndərməlidir. Şəhid Fuad Novruzovun atası Qorxmaz Novruzov vəfat edib. Xəbər verilir ki, o 65 yaşında ürək tutmasından dünyasını dəyişib. Qorxmaz Novruzov ürək xəstəliyindən əziyyət çəkilmiş. O, bir müddət əvvəl bu səbəbdən əməliyyat olunmuş. Mərhum Masallı şəhərinə dəfn olunacaq. Qeyd edək ki, Qorxmaz Novruzovun oğlu Fuad Novruzov 2002-ci ilin aprel ayında Beyləqanda xidməti vəzifəsini yerinə yetirərkən şəhid olub.